Avropa çempionatı bizim üçün yaxşı keçdi. Batut komandası olaraq. Demək olar ki, komandamızın bütün üzvləri finallarda iştirak elədilər. Böyüklər arasında 4 finalda olduq. Komanda hesabı mən fərdi çıxışda, Maksud fərdi çıxışda, bir də ki, Maksud və Abbas Hüseyin sinxron çıxışlarda. Bu yarışda 4-cü yeri qazandım. Heyfslənmirəm, çünki rəqiblərim güclüydü. Olan arasında 4-cü yer olmaq böyük bir nəticədir. Həm də ki, Maksudla bir yerdə ikimiz də finalda yarışırdıq. Bu da bizim üçün bir yenilik. İstəyirəm ki, Avropa çempionatı çox çətin keçdi. Bəli, onda çox hazırlaşmışdıq. Ona görə heç bu çətinliyə elə bir ki, hasant getdik. Demək istəyirəm ki, mən ilk Avropa çempionatında böyüklər arasında və öz nəticəmdən çox razıyam və inanıram ki, hamısı razıdır. Əsas məşqçim razıdır, o da ki, bəsdir. Çünki böyüklər arasında finala vəsiqə qazandım. Özümə görə yeni kombinasiyamı elədim. Hansını ki, heç məşqdə bir dəfə eləmişdim. Onu da yarışda birdən getdik ki, yenilik edək. Məşqi çox sevinmişdi, özüm də çox sevindim.